Bugün təşkil olunan tədbirdə Yeni Qaradolaq kəndinin igid övladları, vətən uğrunda canından keçmiş şəhidlərimiz dərin ehtiramla yad edildi. Yeni Qaradolaq şəhidləri Şəhid Həziyev Pənah Musaoğlu, Şəhid Şirinov Əvəz Qədimoğlu, Şəhid Həsənov Aqil Məmmədoğlu, Şəhid Həziyev Hafiz Varoğluoğlu. Bu qəhrəman oğullarımız vətən torpağının azadlığı uğrunda canlarını fəda edərək tariximizə adlarını qızıl hərflərlə yazdılar. Şəhidlərimizin şücaəti gələcək nəsillər üçün örnək, xatirələri isə daim qəlbimizdə yaşayacaqdır. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Qəhrəmanlıqları minnətdarlıq hissi ilə xatırlandı. Tədbirdə iştirak etdi. Haqq Səsi TV1-in rəhbərliyi Elxan Müzəffəroğlu hər zaman şəhid ailələrinin yanında olan Elxan Müzəffəroğlu bu şəhid ailələrini də yalnız buraxmadı. Səsləndirdi. Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə. Bu tədbiri təşkil edənlərin Allah kömək olsun, Allah var eləsin, bu şəhidləri yad edilir. Bizim borcumuzdur. Yenə deyirəm, heç kim unudulmur, heç kim yaddan çıxmır. Gəldiyiniz üçün çox sağ olun, təşəkkür ederim. İlk dönümüne ziyarete gelişmişim. Mektepte, bu mektepte hanım günü geçirdiği, oradan da geldik Kent Kapsanlığı'na. Bura şehitlerimizi ziyaret etmeye. Allah bütün şehitlerimizi rahmet eylesin. O cümleden de iki balamıza rahmet eylesin. Valideynlerine Allah sabır versin. Amin.